Axşamınız xeyir olsun müəllimlər. Deməli bizim bugünkü mövzumuz texnologiya 7-ci sinif kitabından mövzu 22-dir. Ətin mexaniki emalı texnologiyası. Baxırıq burada birinci cümlədə. Bizdə nə deyir birinci cümlədə? Deyir ki, yüksək qidalılıq və dad keyfiyyətinə görə əvəz edilməz qida məhsuludur ət. Deməli, ət insanın qida rasionunda ən çox istifadə edilən, tələb olunan ərzaqdır. Baxın, ətin qida dəyəri onun tərkibindəki bol miqdarda heyvan zülalı ilə, yağın daşıyıcısı olması ilə müəyyənləşdirilir. Bax, vitamin və minerallarla zəngin idi, fər əti, düzdür, ən xeyirlisi deyirdik buna. Toyuq əti yüksək qidalılığa malik idi. Yüksək keyfiyyətli desək, hinduşka əti götürüləcəkdir testdən. Mal əti və toyuq əti arasında da, yəni ki, qalırdı. Hansı ət idi? Hinduşka əti idi ki, deməli, keyfiyyətinə görə mal əti ilə toyuq ətinin arasında qalırdı. İndi baxırıq. Bax, burada bizə nə deyir? Deyir ki, insan orqanizmi üçün faydası baxımından ətin tərkibindəki bəzi maddələri digər ərzaq məhsulları ilə əvəz etmək mümkün deyil. Qiymətli heyvan zülalıdır və yağından əlavə ətin tərkibində mineral maddələr, vitaminlər, duzlar var. Düzdürmü? Yəni ki, ət zülalla çox zəngin olan məhsuldur. Ona görə biz həmişə qida rasionumuzda nədən istifadə etməliyik? Ətdən çox istifadə etməliyik. Ona görə də yəni qiymətcə digər ərzaqlardan bilirik ki, ət necədir? Bahadır. Zülalların tərkibində deyirdik ki, orqanizmin tikinti materialıdır da zülal, düzdürmü? Buna görə. Deməli, ət orqanizm üçün vacib olan dəmirdir, kaliumdur, manqandır, natriumdur, sinkdir, fosfordur, yoddur və s. kimi maddələrlə zəngindir. Bax, ət deyəndə biz mal əti nəzərdə tuturuq da, inək əti də kimi yadda saxlayaq. Bax, sinklə maqnezium. İndi bir dəqiqə mən bura yazım. Bax, sink. Bir də var maqnezium. Bax, dedik ki, mal ətini inək əti kimi yadımızda saxladıq. İnək əti. Burada quraşdırıb yadda saxladıq. Bax, sinkdə də in var, maqneziumda da in var, inəkdə də in var. İn şəkilçisi ilə bunları yadda saxladıq. Bax, hinduşka əti ilə mal ətində qarışdırırlar. Bax, manqan hinduşka ətində var. Maqnezium hinduşka ətində var. Deməli, maqniumla sink oldu inək ətində, yəni mal ətində. Amma maqneziumdur, manqandır, kalsiyumdur, kükürdür. Bunlar hamısı olacaqdı hinduşka ətində. Nəyə görə fərqləndirdik? Deməli, maqnium N-i şəkilçisi var, sink in şəkilçisi var, inək sözündə də in şəkilçisi var bu şəkildə. Amma ki, manqan N var, hinduşkada da N var, amma in yoxdur orada. Sonra maqnezium N-dir, yəni in deyil. Ona görə hinduşkada da N hərfi var, belə yadda saxladıq. Kalsiyumda U hərfi var, hinduşkanı da bəzən hinduşka da deyirlər də, U hərfi var. Kükürt. Yəni ki, hinduşka, kükürt ona oxşar rəqəmdir. Yəni, hərfdir. Bu şəkildə uyğunlaşdırıb yadda saxlayırıq. Sxemini atmışam, yəni ki, qrupa atmışam sxemli şəkildə. Baxsaz, göz yaddaşınızda qalacaqdır. Yəni, testdə qarışdırılan məqamlardır. Deməli, həm mal ətində var, həm də hinduşka ətində olanlar yoddur, kaliumdur, dəmirdir, fosfordur. Yəni, bunlar hər dördü həm malda var, mal ətində, həm də ki, hinduşka ətində var. İndi davam edirik. Bax, deyir ki, orqanizmə ətlə vitamin B-nin geniş kompleks, yəni B2-dir, B3-dür, B6-dır, B12-dir, daxil olur. Bəzi ət yeməyən insanlarda, vegetarianlarda B vitamin kompleks qrupu, məsəl üçün B12, B qrup vitaminlər çatışmır. Nəyə görə? Çünki onlar ət yemirlər, ətin də tərkibində nə var? B vitaminin geniş kompleksi, yəni ki, var, B vitamini var. Onu da deməli ətlə qəbul eləmirlər. Deməli, qidalanmada ətlik malın həm əti, həm də qida üçün yararlı olan əlavə məhsullarından istifadə edilir. Məsəl üçün, deyə bilərik ki, ətlik malın testdə düşər ki, qida kimi yararlı olan əlavə məhsulları nələrdir? Dildir, bir də qaraciyərdir ki, bu da yəni ki,
dad və qidalılığına görə ətdən geri qalmır. Bəzən də bəzi keyfiyyətləri ilə onu üstələyir. İndi baxırıq bu hissəyə müəllimlər. Bax, burada nə deyir? Deyir, ətin mənşəyindən asılı olaraq onun rəngi, iyi, əzələ və piy toxumaları, sümüklərinin quruluşu və s. kimi xüsusiyyətləri dəyişir. Bax, bunu necə yadımızda saxlayırıq? Pəri sözü ilə yadımızda saxlayacağıq. Piyin pısı, pəridə, əzələnin əsi, rəngin rısı, bir də iyin iyisi kimi. Deməli, ətin növlərə bölünməsində aşağıdakı əlamətlər əsas sayılır. Hansı əlamətlərdir onlar? Bax, deməli, heyvanın cinsidir, yaşıdır, köklük dərəcəsidir, bir də termik vəziyyətidir. İndi davam edirik. Bax, qidalanmada geniş istifadə edilən mal ətlərindən, məsəl üçün, iri buynuzlu heyvan ətidir, bir də qoyun ətidir. Yaş xüsusiyyətlərinə görə də deməli necə olur? Qruplaşdırılır deməli mal əti yaşlarına görə. Məsəl üçün 3 qrupa bölünür də. Yaşlı inək əti var, sonra öküz əti var, məsəl üçün bir də dana əti var, düzdürmü? Məsəl üçün biz desək ki, yaşlı inək və öküz əti bu hansı yaşı əhatə eləyir? Məsəl üçün 3 yaşdan yuxarı. 3 yaşdan 3 ilə qədər olan dövrü, deməli 3 yaşdan məsəl üçün yuxarı olan, məsəl üçün yaşlı inək öküz ətidir. Məsəl üçün cavan heyvan əti desək, 3 aydan 3 yaşa qədər olan dövrü. Bu cavan heyvan əti nəzərdə tutulur. Amma ki, dana əti desək, dana əti artıq 2 həftədən 3 aya qədər olan müddəti, yəni tez bişən ətdir də, körpə heyvan ətidir, tez bişən ətdir. Deməli, 2 həftəlikdən südəmər danadır. 3 aya qədər olan müddəti, deməli, dana əti adlanır. Amma 3 aydan 3 yaşa qədər oldu cavan heyvan əti, amma 3 yaşdan yuxarı artıq yaşlı inək və öküz əti kimi o nəzərdə tutulur. Bax, biz bəzən yoldaşlarımızı göndəririk ki, getsin ət alsın, gətirdiyi əti pişiririk, keyfiyyət vermir, effekt vermir, dadı yaxşı olmur. Nəyə görə? Çünki gedir, məsəl üçün, yaşlı inək əti alır, atırıq qazana, 5 saata pişir, dadı da olmur, elə bir başayaq suyu olur, onun bulyonu da yaxşı olmur. Deməli, biz bunu nəyə əsasən seçə bilərik? Məsəl üçün, yaşlı inək öküz ətidirsə, deməli, bu al-qırmızı rəngi ilə seçilir. Ağ və ya sarı rəngdə nə olur? Dəri altı piy olur. Amma cavan heyvan ətinin, deyək ki, necə olur? Çəhrayı qırmızı çalarlı olur, piyi də ağ rəngdə olur. Ət özü də nazik dənəvər quruluşa malik olur. O yaşlı inək əti, məsəl üçün, yaşlı inək öküz əti baxırıq ki, sıx toxumalı olur, qatı olur. O qədər dənəvər olmur da, ona görə də sıx preslənmiş olduğu üçün gec pişir. Amma ki, dana əti açıq çəhrayı rəngdə olur, zərifliyi olur, onun tez pişməsi olur. Bir də həzm olunur da, tez həzm olunur. Bilirik ki, yumşaq qida təbii ki, tez həzm olunacaqdır. Deməli, o yaşlı inək ətini biz gec həzm ediriksə, dana əti tez həzm olunan ətdir. Deməli, bayaq da demişdik ki, dana əti deməli, hansı müddəti əhatə eləyir? 2 həftədən 3 aya qədər olan müddəti. Yaşlı inəkdə demişdik ki, 3 yaşdan yuxarıdır. Deməli, qoyun əti cavan heyvanlarda, məsəl üçün, çəhrayıya çalan açıq qırmızı rəngdə olur. Qoca heyvanlarda isə qırmızı kərpinç rəngdə olur, kərpiç rəngində. Bax, yaşlı inək ətini demişdik ki, al-qırmızı rəngdə olur. Ağ və sarı qalın onun dəri altı piy olur. Amma qoyun əti cavanlarda açıq qırmızı olur. Amma yaşlı, necə demişdik? Demişdik ki, cavan heyvan ətində çəhrayı qırmızı çalarlı idi. İnəkdən gedir. Amma qoyunda deməli necədir? Al qırmızıdır, çəhrayıya çalan al qırmızıdır, cavanı. Qoca heyvanlarda isə qırmızı kərpiç rəngində olur. Amma ki, ümumiyyətlə qoyun ətinin piyi nə rəngdə olur? Ağ rəngdə olur. Desək ki, hansı qoyun əti keyfiyyətli qida məhsuludur? Yadınızda qalsın ki, 1 yaşa qədər olan qoyunun əti keyfiyyətli qida məhsulu sayılır. Yaşı ötmüş heyvan əti kobud olur. Bilirik ki, qoyun əti biraz yaşı ötəndə güclü spesifik iyə malik olur. Çətin əriyən onun piy qatına malik olur.
Milli mətbəximizdə də bu qoyun ətindən nələr müxtəlif yeməklər hazırlayırıq da. Kabablarda biz qoyun ətindən istifadə edirik, dolmada qoyun ətindən istifadə edirik. Qutab bişirəndə də düzdür, göyərti də qoyurlar, qoyun əti də qoya bilərlər, düşbərədir, qovurmadır. Yəni bunların hamısında qoyun ətindən istifadə eləyirik. Deməli, indi baxırıq qoyun ətinin bölünməsinə. Deməli, qoyun cəmdəyinin orta çəkisi, bircə dəqiqə səhifəni dəyişək. 18-30 kiloqramdır. Bax, sümüklərdən, vətərlərdən, tullantılardan təmizlənən zaman itkiləri onun orta hesabla 28% olur. Deməli, çəki 18-30 kiloqramdır. İtkilər 28%-ni onun əhatə eləyir. İndi sxem üzrə bölünməsinə baxaq. Bax, birincidə hansı hissəsidir? Boyun hissədir. İkinci hissəsi onun kürək hissəsi. Üçüncü yerdə gəlir bel əti. Arxa ayağı, bir də döş əti. Deməli, qabaq ayağını kürək kimi də götürdük. Baxırıq, bax, 5 hissəyə böldük. Ondan sonra ətin, bax, deməli, ətdən pişən yeməklər var ki, ətin növlərə bölünməsi var ki, növlərə görə yeməklərin pişirilməsi var ki, bunlar testlərdə qarışdırılır, bunlara diqqət yetirək. Bax, deməli, ət özü ümumilikdə 3 növdən ibarətdir. Bax, 3 növ ətdən pişirilir yeməklər, belə deyək də. Bax, düşbərədir, kababdır, aşqaradır, döymədir, kotletdir. Hazırlanır bu birinci növ ətdən. Birinci növ ətə hansı daxil oldu? Deməli, kürək əti ilə döş əti. Bax, burada birinci növ ətdə əsasən çəkilmiş ətdən hazırlananlardır. Məsəl üçün, kababdır, lülə kababdır, çəkilmiş ətdən hazırlanır. Bir burada aşqaradır ki, aşqara çəkilmiş ətdən olmur. Qalanlar hamısı, deməli, çəkilmiş ətdən hazırlanır. Döymədir, kotletdir, düşbərədir, kababdır. Bax, kababı biz harda görəcəyik? Birinci və ikinci növdə olanlardan. Aşqara, deməli, hər üçündə var. Düşbərə yalnız birinci növə aiddir. Yəni, ikinci növdə, üçüncü növdə biz düşbərəyə rastlaşmayacağıq. Amma aşqaraya baxın, hər üçündə də biz aşqaraya rastlaşacağıq. Bir də burada da var, baxın. İndi baxırıq, dedik ki, çəkilmiş ətdən olanlar bir dənə aşqaranı çıxdaş eləməklə birinci növ ətdə hazırlanır. Dedik ki, aşqara hər üçündə var. İndi davam eləyirik. Deməli, birinci növ ətə də hansı ətlər daxil oldu? Döş əti, bir də kürək əti. İkinci növ ət. Burada yazılmayıbdır ki, harasıdır. Amma ki, yadınızda qalsın ki, köhnə kitablarda var idi. Belə ət idi, arxa ətrafları idi ki, bu ikinci növ ətə aid idi. Bax, qaynadılır və pörtlədilir. Hardadır? İkinci növdədir. Səhv eləmirəmsə, üçüncü növdə də var idi. Qaynadılır, pörtlədilir. Həm ikinci növdə, həm deməli, üçüncü növdə deyir ki, qaynadılır, pörtlədilir. Birinci növdə o yazılmayıbdır. Deməli, ikinci növdə ət hansı hissəsindən pişirilir, o yazılmayıbdır. Amma əvvəlki kitablarda bel və arxa ətrafdan olan ətlər yazılmışdı. Deməli, ikinci növə hansı yeməklər daxildir? İkinci növ ətdən pişirilənə. Deməli, aşqarasıdır, dedik, hamısında var. Kababdır, dedik ki, kabab həm birinci növdə var, həm ikinci növdə var, üçdə yoxdur. Sonra nə var idi burada? Ondan sonra var farşlı qovurmaların hazırlanmasında, deməli, bunlardan istifadə olunur. Deməli, ikinci növdə iki cürə şey dedik də, qaynatma, pörtletmə, ikinci növə də buna aid elədik. İndi gəldik, çatdıq üçüncü növə. Üçüncü növə deyir ki, aiddir, boyun əti aiddir. Bax, deməli, üçüncü növdə nə oldu? Boyun əti. Deməli, burada adətən farş hazırlanır. Bax, əsasən farş nədən, hansı növdədir? Hansı növ ətə aiddir? Əsasən farş nədən, hansı növ ətdə hazırlanır? Üçüncü növdə, yadınızda saxlayın. Düzdür, farş ikinci növdə də var, birinci növdə yoxdur. 2 ilə 3-də farş var, amma əsasən sözü varsa, biz aid etdik onu üçüncü növə. Deməli, boyun əti pörtlədilir, qaynadılır. Ondan kotlet, şorba, aşqarası bişirilir. Bax, kotletdə də O hərfi var, şorbada da O hərfi var. Bu cür yadınızda saxlayın. 2 O varsa, biz aid etdik üçüncü növə. Amma ki, aşqara deməli var da üçüncü növdə də. Kotletdir, şorbadır,
aşqaradır. Aşqaranı bildik ki, hər üçündə də var, amma o-larla, deməli 2 o-la tapacağıq biz 3-cü növ əti. Boyun ətindən də hazırlanırdı. İndi davam edirik. Deməli, ətin mexaniki emalından əvvəl, deməli, mətbəx emalından əvvəl nə etdik? Mexaniki emal, yəni doğrama işini hazırladıq. İndi baxırıq ətin donunun açılmasına, mətbəx emalına. Deməli, donun açılması hansı şəraitdə olmalıdır? Bax, çox isti şəraitdə açanda biz bilirik ki, onun qanı axır da, şirəsi itir, ət özü sərtləşir, az qidalı olur, dadsız olur. O şirəsi axanda ət özü də xırdalaşır, həcmi də azalır. Bax, ətin donunu suda açmaq olmaz. Çünki tərkibində olan qidalı maddələr, vitaminlər suya keçər. Bax, biz balığın donunun açılmasında nə demişdik? Demişdik ki, suya qoya bilərik, duzlu suda açsaq daha effektli olar, tez açılar don. Amma bax, yadda saxlayırıq ki, nə isti şəraitdə ətin donunu açmaq olmaz, çox isti şəraitdə, nə də suda açmaq olmaz. İsti şəraitdə açanda çox miqdarda şirəsi itər, sərtləşər, az qidalı olar, dadsız olar. Suda da açmaq olmaz ki, çünki onun tərkibində olan qidalı maddələr, vitaminlər hamısı hara keçər? Suya keçər. Deməli, donu açılmış əti təmizləyərkən bilirik ki, artıq piydir, nazik pərdələrdir, vətərlərdir, ondan kənarlaşdırılır. Sonra da nə edirik? Onu axar suda yaxşı-yaxşı yuyuruq. Sonra yuyulmuş əti lifləri eninə kəsmək lazımdır. Baxın, şəkildə də görürsünüz necə kəsir. Lifləri eninə kəsmək lazımdır. Sonra adam başına hesablanmış tikələr qızartmaq üçün mətbəx çəkici ilə döyəşlənir. Yumşaq kotlet kütləsi əldə etmək üçün əti 2 dəfə ət çəkən maşından keçirib, sonra ona çörək və qızardılmış soğan qatmaq lazımdır. Az qızardılmış soğan. Bax, biz kotlet bişirəndə onu 2 dəfə çəkmirik, düzdür? 1 dəfə çəkirik. Amma kitabda necə yazılıbdır? 2 dəfə çəkmək lazımdır. Çörək və az qızardılmış soğan. Yəni biz soğanı, şəxsən mən soğanı kotletə qızardıb qatmıram. İnanmıram ki, siz də elə eləyəsiniz. Amma kitabda bizə necə yazılıbsa, az qızardılmış soğan qatmaq lazımdır. İndi baxırıq, ətin mexaniki emalı, təhlükəsizlik qaydaları. Bax, iş yerini yüngül təşkil edin. Bıçaqdan və ət çəkən maşından istifadə edərkən təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Məsəl üçün, ət çəkən maşında barmaqlarımızı qorumaq üçün itələyicidən biz istifadə eləməliyik. Sonra ət çəkən maşından istifadə edərkən, bax, burada da verilibdir, mən bu cümləyə diqqət eləməmişdim. İtələyicidən istifadə eləmək lazımdır.